Salam əziz şagirdlər, bugün Riyaziyyat 8-ci sinif KSG 8-in izahına baxacağıq. Mövzumuz oxşarlıqdır. Birinci sualdan başlayaq. Təkliflərdən neçəsi doğrudur? Oxşar üçbucaqların sahə nisbətləri oxşarlıq əmsalına bərabərdir. Yəni, S1 bölünsün S2 deyir ki, K-ya bərabərdir. Bu fikir yanlışdır. S1 bölünsün S2 sahə nisbətləri bilirik ki, K kvadratına bərabərdir. Yəni, oxşarlıq əmsalının kvadratına. Birinci fikir yanlışdır. Sonra deyir ki, oxşar üçbucaqların perimetrlərinin nisbəti P1 bölünsün P2 uyğun tərəflərinin nisbətinə bərabərdir. Yəni, A1 bölünsün A2-yə. Bu fikir doğrudur. Nəyə görə? Çünki biz bilirik ki, P1 bölünsün P2 perimetr nisbətləri K-ya bərabərdir. A1 bölünsün A2 tərəf nisbətləri K-ya bərabərdir. P1 böl P2 də K-dır. A1 böl A2 də bərabərdir. K bərabərdir K-ya. Bu fikir doğrudur. Üçüncü fikrə baxırıq. Bir üçbucağın iki tərəfi o biri üçbucağın iki tərəfinə mütənasib olarsa, bu üçbucaqlar oxşar üçbucaqlardır. İki dənə üçbucaq çəkirəm. Bu fikir yanlışdır. İndi göstərəcəyik niyə. Misal üçün, bura yazıram 3, bura yazıram 4. Bura yazıram 6, bura yazıram 8. 3-ün 6-ya nisbəti 4-ün 8-ə nisbətinə bərabərdir. Burada 2-də 1, burada da ixtisar etsəm 2-də 1 bərabərdir. Amma üçbucaq bərabərsizliyinə görə biz bilirik ki, 3 ilə 4-ü bir dəfə toplayırıq, 7. 3 ilə 4-ü bir dəfə çıxırıq, 1. Yəni, buradakı tərəfə bir A desəm, A tərəfi 1 ilə 7-nin arasında ola bilər. 1 ilə 7-nin arasında. Digər tərəfdən bu bir üçbucaq üçün də yazıram. 6 ilə 8-i bir dəfə toplayıram, 14. Bir dəfə 6 ilə 8-i çıxıram, edir 2. Burada bir B desəm, B yerləşəcək 2 ilə 14-ün arasında. Yəni, üçüncü tərəf misal üçün burada 1 ilə 7-nin arasında 2 ola bilər. A-ya 2 deyə bilərəm. Buradan da A-ya 3 deyə bilərəm. Onlar 2 ilə 3. 2 ilə 3-ün nisbətini də gətirib buraya yazsam, axı bu bərabərlik olmur. Yəni, üçbucağın iki tərəfi digər üçbucağın iki tərəfinə mütənasib olarsa, bu üçbucaqlar oxşardır demək olmaz. Yəni, bu fikirdən danışırıq. Demək olmaz. Burada əgər bizə bucaqda versəydi, desəydi ki, bir bucağı, misal üçün bura 90, onda bunlar olacaqdı Pifaqor ədədləri. 90 dərəcə bucaq da versəydi bizə, bucaqlar da oxşardı desə, onlar arasındakı bucaq, onda 3, 4, 5, bu da 6, 8, 10 olardı. 5 bölünsün 10, bu da olardı 2-də 1. Baxın, 2-də 1, 2-də 1, onda deyərdi ki, bəli, oxşar üçbucaqlardır. Amma burada bucağı bizə demir. Ona görə də bu fikir yanlışdır. Sonuncu fikrə baxırıq. Bir üçbucağın iki bucağı, digər üçbucağın iki bucağına konqruent olarsa, bu üçbucaqlar oxşardır. Bəli, bu fikir doğrudur. Baxın, üçbucaq çəkirəm. Bura yazaram 40. Bura yazaram 100. 110 yazdım. Oldu 150. İkisinin cəmi 110, üstəcəl 40, 150. 180-ə tamamlanmalıdır axı üçbucaq. Avtomatik digər bucağa nə qalır? 30. İndi eyni ilə konqruent nə deməkdir? Yəni, bərabər. Başqa bir üçbucaq çəkirəm. Onun da bucaqlarına yazıram 40 və 110. Yeni eyni şəkildə mən 40 ilə 110-u toplayıram. 150. 180-dən 150-ni çıxıram. 30. Yerdə qalan bucaq olur 30 dərəcə. Yəni, oxşar olurlar. Deməli, bu fikirdə doğrudur. Fikirlərdən ikisi doğrudur. Birinci sual bu qədər. 2. Xəritədə 1,5 sm məsafə reallığında 20 kilometrə bərabərdir.
reallıqda. Bakıdan Savalan dağına qədər məsafə xəritədə 30 sm olarsa, 30 sm. Bu məsafənin həqiqi ölçüsünü tapın. Tənasiblə həll edirəm. Çarpaz vururam. 1,5 vurulsun x bərabərdir 30 vurulsun 20. Buradan x'i tapanda 30'u vururam 20'yə, bölürəm 1,5'ə. Məxrəc və sürəti 10'a vuracam. Yuxarıda olacaq 6000, aşağıda olacaq 15. İxtisar edirəm 15'ə. Burada qalır 1, burada olur 400. Bizim cavabımız olacaq 400 kilometr. B variantı. Üçüncü sualla davam edirik. Baxırıq ki, üçüncü sualda deyir x və y tapın. Burada oxşar bucaqlar var. Bura bir alfa desək, burada bir alfadır. Bura bir beta desək, burada bir betadır. Onda üstbucağın iki bucağı bərabərdirsə, demək ki, üçüncü bucaqlar da bərabər olacaq. İndi x'i tapaq. Alfanın qarşısında x var. Beta'nın qarşısında 6 var. Bərabərdir digər üç bucaqda. Alfanın qarşısında 4 var. Beta'nın qarşısında 3 var. Buradan x'i tapaq. Çarpaz vuracam. 3x bərabərdir 6 vurulsun 4'ə. 3x bərabərdir 24'ə. X də bərabərdir 8'ə. İndi y tapaq. Baxın, y qammanın qarşısındadır. Birinci üç bucaqda qammanın qarşısında dayanıb 10. Digər üç bucaqda y bərabərdir. Beta'nın qarşısında burada dayanıb 6. Bu bir üç bucaqda beta'nın qarşısında dayanıb 3. Çarpaz vuracam yenə. 6y bərabərdir 3 vurulsun 10'a. 6y bərabərdir 30'a. Y də bərabərdir 5'ə. X tapdım 8. Y tapdım 5. X 8, Y 5. Bura uyğun gələcək B variantı. Dördüncü sualdan davam edirik. Dördüncü sualda iki oxşar üçbucağın oxşarlıq əmsalı, yəni K'dır. K bərabərdir 2-də 5'ə. Böyük üçbucağın perimetrini P1 desəm 24'dür. Kiçik üçbucaq olacaq P2 bərabərdir sual. Kiçik üçbucağın perimetrini istəyir. Bilirik ki, P1 bölünsün P2 bərabərdir K'ya. Yəni perimetrlərin nisbəti bizə K verir oxşarlıq əmsalını. 24 bölünsün P2 bərabərdir 5 bölünsün 2'yə. Baxın, P1'in yerinə 24'ü yazdım. P2 yoxdur, elə P2 yazdım. K'nın da yerinə oxşarlıq əmsalı 2'də 5'i yazdım bura. Çarpaz vururam. 5P2 bərabərdir 2 vurulsun 24'ə. 5P2 bərabərdir 48'ə. P2 də bərabərdir 48'i bölürəm 5'ə. Edir 9,6 C variantı. Sual 5. Şəkilə əsasən x'i tapın. Bu bucaqlar bir-birinə bərabərdir. İkisinə də yazıram alfa. Burada qarşı bucaqlar var. Əgər bura bir beta desəm, burada olacaq beta. Əgər üç bucağın iki bucağı bərabərdirsə, digər bucağı da bir-birinə bərabər olur. Burada yazıram qamma. Qammanın qarşısında 3 var. 3'ün digər qammanın qarşısında x var. X-a nisbəti. Daha sonra alfanın qarşısında 5 var. 5'in alfanın qarşısındakı 7,5'ə nisbəti. Çarpaz vururam. 5x bərabərdir 3 vurulsun 7,5'ə. 5x bərabərdir 22,5'ə. Buradan da x'i tapıram. 4,5. Cavabım olur D variantı. Sual 6. Bizə burada trapesiya verilibdir. Buradakı bucaqlar bir-birinə bərabərdir deyir. ABCD trapesiyasının AC diaqonalını tapın. Əgər biz bura bir beta yazsaq, trapesiyanın alt və üst oturacaqları paralel olduğu üçün bura beta yazanda burada beta olur. Çünki bir-birinə çarpazdır. Onda üçbucağın iki bucağı bərabərdirsə, baxın, ABC üçbucağında alfa ilə betadırsa, alfa ilə beta. Burada da alfa ilə betadırsa, onda bu qamma olanda bu da qamma olacaq. İki bucaq bərabərsə, avtomatik üçüncü bucaqlar da bərabər olur. İndi biz diaqonal axtarırıq. Alfanın qabağında burada 24'dür. Digərində alfanın qabağında diaqonaldır. Bərabərdir. Daha sonra bu üç bucaqla başlamışdıq. Qammanın qabağında diaqonaldır. Qammanın qabağında 6'dır.
D kvadratı, D-ni D-yə vuranda D kvadratı bərabərdir. 24-ü də vururam 6-ya. D kvadratı 144-ə bərabər olarsa D bərabər olur 12. Diagonal 12-dir. Daha sonra 7-ci sual. 7. M-in ABC-nin orta xəttidir. Buranın sahəsini verib bizə yuxarının MBN 5,25 və ABC üçbucağının sahəsini istəyir. Üçbucağın orta xətti üçbucağı S 3S nisbətində bölür. S bərabərdir 5,25-ə. Bizdən ümumi ABC-ni istəyir. ABC ümumilikdə olacaq 4S. 4S x-dir. Çarpaz vururam. S vurulsun x bərabərdir 4S vurulsun 5,25. S vurulsun x bərabərdir. S vurulsun 5,25'i vururam 4'ə. Edir 21. S'lər ixtisarcıdır. X'i tapıram 21. Cavabım B variantı. Sual 8. Üçbucağın tən böləni. Üçbucaq çəkirəm. Tən bölən çəkirəm. Bilirik ki, tən bölən bucağı yarı bölür. Qarşı tərəfi 3-dən 4-ə ayırdı. Onda bura bir A desəm, bura bir B desəm, axı burada tən bölən çəkilibdir. Onda A bölünsün 3 bərabər olmalıdır, B bölünsün 4-ə. Çarpaz vuranda 4A bərabərdir 3B'yə, A bərabərdir buradan 3K'ya, B də bərabərdir 4K'ya. Bura yazıram 3K, burada yazıram 4K. Perimetr 21'dir. P bərabərdir, tərəflərin cəmi 3K, üstə gəl 4K, üstə gəl, buranın uzunluğu 7. Edəcək 7K üstə gəl 7 bərabərdir 21'ə. 7K 14 olarsa, buradan K'nı tapıram 2. Onda mənim tərəflərim olacaq 3 vurulsun 2, 6, 4 vurulsun 2, 8. Tərəflərimiz budur, 6, 7 və 8. Ən kiçik tərəf oldu 6, D variantı. 9. Uyğunluğu müəyyən edin. H burada düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlükdür. Biz bilirik ki, düzbucaqlı üçbucaqda hipotenuza çəkilmiş hündürlük ayırdığı parçaların həndəsi ortasına bərabərdir. Birincidə bizə veribdir. M bərabərdir 4, N bərabərdir 9. Onda H bərabər olacaq 4 vurulsun 9. Buradan da kök çıxarırıq. Cavabımız olur 6. 1'ə gəlir A variantı. İndi isə sahəni tapaq. Bu düzbucaqlı üçbucaqda hündürlüyün ayırdığı parçalar 4-dən 9'dur. Yəni oturacaq 13'dür, hündürlükdə 6'dır. Onda S bərabərdir 2'də 1 AH düsturundan, 2'də 1 vurulsun, 6 vurulsun 13. İxtisar edirəm, sahə edir 39. 1'ə həm də D variantı uyğun gəlir. 1 üçün yazacağım A və D. Keçirəm 9'un ikincisinə, 9-cu sualın ikincisinə. M bərabərdir 9, N bərabərdir 16 verilibdir. H bərabərdir kök altında 9 vurulsun 16. Buradan da cavabımız alınacaq 12. 2 uyğun gələcək C variantı. Deməli A, D, C getdi. 3'ə də B uyğun gələcək. Yoxlayaq. M bərabərdir 4, N bərabərdir 4. H bərabərdir kök altında 4 vurulsun 4. Cavabımız olacaq 4. 3'ə də uyğun gəldi B variantı. 10-cu suala baxırıq. 10-cu sualda bizə deyir ki 3FB bərabərdir FC'yə. Mən FC'yə bir FB'yə bir X deyim. FB'yə. Yəni BF. Bura bir X desəm, onda FC olacaq 3X. FC burada oldu 3X. ABC'nin sahəsini istəyir. Deyir, trapesiyanın sahəsi 45'dir. Buranın sahəsi 45'dir. Burada S. Burada YF AC'ye paralel olduğu için burada uygun bucaqlar var. Alfa alfa. Alfa alfa. Buradan yazıram. Beta beta. Təpədə oldu gamma. Baxın.
ABC üçbucağının bucaqlarını yazıram. Aşağıda A bucağı alfadır, B bucağı qammadır, C bucağı bettadır. Daha sonra B, Y, F'e baxırıq. Alfa, bettaya yazmışıq. Qamma, alfa, burada betta. Oxşardır. Biz oxşarlığa əsasən bilirik ki, A1 bölünsün A2 K'ya bərabərdir. Yəni X bölünsün 3X, 1 bölünsün 3 bizdə olacaq K. S1 bölünsün S2 sahə nisbətləri K kvadratına bərabərdir. S'in 45'e nisbəti bərabər olmalıdır. Bizdə K1 bölü 1 bölü 3'ün kvadratına. S bölünsün 45 bərabərdir 9'da 1'ə. Çarpaz vururam 9. S bərabərdirsə 45'ə. S bərabərdir 45 bölünsün 9. Bizim cavabımız olacaq 5. Biz buranı tapdıq 5. İndi bizdən ABC üçbucağının sahəsini istəyir. 5 üstəgəl 45 bərabərdir 50. Yəni ümumi ABC üçbucağının sahəsi bizdə oldu 50. Cavabımızı yazdırıq 50. 11-ci sual. Şəkildə verilənlərə görə tapın. X-i müəyyən etməliyik. Düzbucaqlı üçbucaqda bura 90 90, bura bir alfadirsə, burada bir alfadır. Deməli təpədəki bucaqlar beta bir-birinə bərabərdirsə, oxşarlıqla yaza bilərik. 90'ın qarşısında 5 var, burada 90'ın qarşısında 2x üstəgəl 2 var. Bərabərdir. Daha sonra burada nə var? Burada beta'nın qarşısında x var. Burada beta'nın qarşısında x üstəgəl 4 var. Çarpaz vururam. 5 vurulsun x üstəgəl 4 bərabərdir. X vurulsun 2x üstəgəl 2. 5x üstəgəl 20 mörtəzəni vurub açıram. Bərabərdir 2x kvadratı üstəgəl 2x-a. 2x kvadratı üstəgəl 2x olduğu kimi yazıram. Digərlərini əks işarə ilə yazıram. Bərabərdir 0-a. 2x'in kvadratı çıxılsın 3x çıxılsın 20 bərabərdir 0. Diskriminantla kökləri tapsaq, mənfi 3'ün kvadratı çıxılsın 4 vurulsun 2 vurulsun mənfi 20 bərabərdir. 9 üstəgəl 160 edəcək 169. Yəni 13'ün kvadratı. Daha sonra kökləri tapaq. X1 bərabərdir. 3'ü əks işarənə yazırıq. Mənfi 3'dür. B-ni əks işarənə yazıram. Kök altında 13'ün kvadratı 2 vurulsun 2. 16 bölünsün 4. Bizə lazımdır müsbət kök. X-i tapdıq 4. Birinci sualın cavabı A variantında 4. Bu A variantıydı. B variantında perimetri istəyir. Bura yazıram 4. Hər birinin perimetrini tapacağıq. Burada 4 üstəgəl 4. Bura oldu 8. Burada 2 vurulsun 4 üstəgəl 2 oldu 10. Birinci üçbucağın perimetri. Buradan çəkirəm üçbucağı. Bu B variantıdır. Buranı 4 verib, buranı 5. Bura yoxdur. Bura bir y yazdım. Y-in kvadratı üstəgəl 4'ün kvadratı bərabərdir 5'in kvadratı. Y kvadratı bərabərdir 25 çıxılsın 16. Edəcək 9. Yəni 3'ün kvadratı. Buradan y tapıram 3. Bura 3'dür. Perimetri tapıramsa tərəfləri cəmləyirəm. 3 üstəgəl 4 üstəgəl 5. Bizim cavabımız birincinin perimetri olacaq 12. İkincinin perimetrini tapıram. Bu da ikinci. Çəkirəm bura üçbucağı. Buranı bizə verib 8. Buranı bizə verib 10. Yine bura bir y yazıram. B variantını həll edirik. Y-in kvadratı üstəgəl 8'in kvadratı bərabərdir 10'un kvadratı. Y-in kvadratı bərabərdir 100 çıxılsın 64 bərabərdir 36. O dedir 6'nın kvadratı. Deməli y bərabərdir 6'ya. Bura oldu 6. 6. Perimetri tapmaq üçün tərəfləri cəmləməliyəm. 6 üstəgəl 8 üstəgəl 10 bərabərdir 24. Bu da ikincinin cavabı.
B variantının. C variantında sahə istəyir bizdən. S bərabərdir 2də 1 AB. Katetləri vurub bir-birinə, yəni 2-yə bölmək. Buranı biz tapışdıq 3. Deməli, birinci üçbucaq üçün yazıram. S bərabərdir 2də 1 vurulsun, 3 vurulsun 4. Yəni katetlərimiz 3-lə 4-dür. Cavabımız edəcək sahə 6, birincidə. İkinci üçbucaq üçün yazıram. S bərabərdir 2də 1 vurulsun, katetlərimiz 6 ilə 8-dir. Burada edəcək 24. Sual 12. Rəşad şəkildə göstərildiyi kimi mavi və qırmızı xətlərlə işarələnmiş yollar üzrə parkı gəzir. Bu yollar oxşar düzbucaqlı üçbucaqlar əmələ gətirir. Mavi xətlərlə çəkilmiş düzbucaqlı üçbucağın tərəfləri boyunca dövrəni 12 dəqiqə başa vurur. Mavi xətlərlə 12 dəqiqə başa vurur. Deməli, mən üçbucaqları bura ayrı-ayrı çəkirəm. Bu mavi xətli üçbucaq. Bu bizim düzbucaqlı üçbucağımız. Bura 400'dür. Bura 300'dür. Bura bir x yazsam. X kvadrat 300'ün kvadratı. Üstə gəl 400'ün kvadratı bərabərdir x kvadratına. Kvadratı edəcək 9. Yanında da 4 dənə 0. 16. 4 dənə 0. Bu da edəcək 25. Yanında 4 dənə 0. Bərabərdir x kvadratı. Bu da 500'ün kvadratıdır. Deməli, x bərabərdir 500'ə. Buranı tapdım 500. İndi mən burada perimetri tapacağım. P bərabərdir getdiyi yolu bilmək üçün. 300 üstə gəl, 400 üstə gəl, 500. Edəcək 1200. Bizdən birinci sualda soruşur ki, Rəşad dəqiqədə neçə metr sürətlə yeriyir? Bu nə deməkdir? Yəni, sürəti soruşur bizdən. V bərabərdir sual. S bərabərdir V vurulsun T. Buradan V-ni tapsam, V bərabərdir S bölünsün T-yə. Birinci sualda bizə bildirir ki, Rəşad dəqiqədə neçə metr sürətlə yeriyir? S bərabərdir V vurulsun T-yə əsasən V bərabərdir S bölünsün T-yə. O mavi xətlərlə çəkilmiş düzbucaqlı üçbucağın tərəfləri boyunca 12 dəqiqə. T bərabərdir 12. S bərabərdir. Burada S yoldur. Perimetr. S perimetrdir. Biz burada perimetri tapmalıyıq. Perimetr tərəflərin cəmi 300 üstə gəl 400 üstə gəl 500 bərabərdir 1200-ə. V bərabərdir 1200'ü bölürəm 12'ye edir 100. Birinci sualımızın cevabı olacaq 100. İkinci sualda isə deyir ki, Rəşad ikinci yol üzrə tam dövrəni neçə dəqiqəyə başa vurar? İkinci sualda oxşarlıqdan istifadə edəcəyik. Birinci üçbucağın perimetrini biz tapmışdıq. P1 bərabərdir 1200'ə. Orada T1 bərabər idi 12'yə. İndi biz P2'ni tapacağıq. P2'də P2 yoxdur. Və bizdən T2'ni istəyir. T2 bərabərdir sual. Biz burada oxşarlığı tapmalıyıq. A1 bölünsün A2 bərabərdir K-ya. Mavi rəngli üçbucağın birinci kateti A kateti yəni 300'dür. Qırmızı rəngdə olan isə 300 ilə 100'ün cəmi 400'dür. Bərabərdir K-ya. 100'ə ixtisar edirəm. Buradan oxşarlıq əmsalını tapıram 4-də 3. İndi isə P1 bölünsün P2-də K-ya bərabərdir axı. Oradan mən ikinci üçbucağın perimetrini tapa bilərəm. P1 1200 idi. Digərini bilmirəm. Bərabərdir 4-də 3-ə. Çarpaz vururam. 4 vurulur 1200-ə. 3 vurulur P2-yə. 4800 bərabərdirsə 3 P2-yə. Buradan P2 bərabərdir 4800 bölünsün 3'ə. P2'ni tapıram 1600. P2 1600'dür və bizdən T2'ni istəyir. Həmçinin S bərabərdir V vurulsun T düsturuna əsasən bizdən T'ni istəyir. T
T bərabərdir S bölünsün V-yə. Sürəti 100'dür. S yəni burada S yol perimetrdir. Perimetri tapmışıq 1600. Cavabımız olacaq 16. Parkın ikinci yolu əhatələnən hissəsinin sahəsi neçə kvadrat metrdir? S2 bərabərdir sual. Oxşarlıq əmsalını tapmışdıq ki, biz 4-də 3-ə bərabərdir. Bizə verilən birinci üçbucağın tərəfləri məlumdur. S1'i tapaq. Üçbucağın sahə düsturu 2'də 1 AB düsturuna əsasən 2'də 1 vurulsun, 300 vurulsun, 400 yazırıq. İxtisar edirəm. Edir 60.000. S1 bölünsün S2'də bərabərdir K kvadratına. Ona görə də 60.000'i bölürük. İkinci üçbucağın sahəsinə bərabər olmalıdır 4'də 3'ün kvadratına. Buradan 60.000 bölünsün S2 bərabərdir 16'da 9'a. S2 vurulsun 9 bərabərdir 16 vurulsun 60.000'ə. O da bərabərdir 16 vurulsun 60.000 bölünsün 9. 3'ə ixtisar aparıram. Burada qalır. 3'ə ixtisar aparanda 2, yanında da 4 dənə 0, burada da 3. Cavabımız olacaq 320.000 bölünsün 3. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək.